Qədim dağlara aid xüsusiyyəti müəyyən edin. Ə, Demək, oxuyaq, bir cavablara bir-bir nəzər salaq. Çökmə süxur qatı qalın olur. Ə, Yəni bu qədim dağlara sırf xas xüsusiyyət ola bilməz. Ə, Dik yamaclara malik olur. Bu daha çox cavan dağlara daha çox xarakterikdir. Litosfer tavalarının sərhədində yerləşir. Xeyr, litosfer tavalarının sərhədində daha çox cavan qırışıq dağlar, yəni yerləşirlər. Yastı və hamar zirvələrə malikdir. Bəli, səthi xarici qüvvələrin təsirinə daha çox aşındığından yastılaşır və hamar zirvələrə malik olur. Bu bizim artıq doğru bəndimiz olacaqdır. Digər yanlış bəndimiz isə göstərir ki, geoskan sahələrdə yerləşir. Xeyr, geoskan sahələr seismik bölgələr sayılır, hansı ki, orada cavan qırışıq dağlar yerləşir. Demək ki, bizim elə doğru bəndimiz burada yastı və hamar zirvələrə malik olması olacaqdır.